Hallelujah, hallelujah. Ata səni ucaldıram, ata sənə şükür edirəm, ata sənə təşəkkür edirəm. Bütün varlığımla, ruhumla, canımla sənə səcdə edirəm. Sənə baş əyirəm, sənə tapınıram və sənə minnətdaram, sənə şükür edirəm. Sənə həmd edirəm, gücü, qüdrəti sonsuz olan, ordular Rəbbi olan, əzəmətli olan Rəbbimiz. Ya Rəbb, başlanğıcda, sonda sənsən. Bizi xilas edən sənsən, bizdə işləyən sənsən, bizi dəyişən sənsən. Sənə minnətdaram ata. Bu məhəbbət üçün sənə minnətdaram, bu lütf üçün sənə təşəkkür edirəm. Bizə verdiyin iman ənamı üçün sənə minnətdaram. Öz ata ürəyini bizə açdığın üçün, zəfər qazanan sadiq sağ əlinlə hər zaman bizə kömək etdiyin üçün, əlin hər zaman bizim üzərimizdə olduğu üçün, müqəddəs ruh üçün sənə minnətdaram, səni ucaldıram. Ya Rəbb, sən bizim qüvvətimizsən, sən bizim nəğməmizsən, sən bizi xilas etmisən, sən bizim gücümüz, qüvvəmizsən, sən bizim şanımız, şöhrətimizsən, sən bizim qayamız, qalamızsan, sən bizim yolumuzsan, sən bizim həqiqətimizsən, sən bizim qapımızsan, sən bizim nurumuzsan, sən bizim çörəyimiz, suyumuzsan. Sənə şükür edirəm, sənə təşəkkür edirəm, səni ucaldıram. Bütün varlığımla, ruhumla səni ucaldıram İsa. Rəbbim, sən bizim sadiq olan Allahımızsan. Biz burada sənin huzuruna gəldiyimiz zaman, sənin iradənə uyğun nə diliriksə, sən hər birini eşidirsən. Hətta biz diləməmişdən əvvəl belə səndən nə diləyəcəklərimizi bilirsən. Və sənə təşəkkür edirik ki, hər bir duamızın, hər bir səndən istəklərimizin cavabını bizə verirsən. Sənə minnətdarıq ki, sən heç vaxt gecikmirsən. Sən heç zaman yubanmırsan. Ya Rəbb, sənə minnətdarıq ki, bizim nəyə ehtiyacımız varsa, sən onun hər birini bizə vermisən. Sən bizi daim qanatlarının altında saxlayırsan, sən bizi qoruyursan. Sən bizə şəfa verdin, sən bizə əmin-amanlıq verdin. Sən bizə yaşam verdin. Və bunların üstündə isə sən bizə əbədi həyat verdin. Səninlə bir ünsiyyət verdin. Sənə minnətdaram İsa, səni ucaldıram. Hər addan üstün olan ad sənindir. Hər ad sənin adına tabidir. Sən hər şey üzərində başsan. Səni ucaldıram İsa, səni ucaldıram. Səni ucaldıram ya Rəbb. Ata Rəbb İsa Məsihin adı ilə istəyirəm. Yeri göyü yaradan Allahımız, atamız. Hər bir bacı qardaşıma xeyir dua ver. Ata, onların ruhani həyatlarına, onların nigahlarına, iş həyatlarına, onların övladlarına, hər birinə ya Rəbb, sən xeyir dua ver. Öz xeyir dualarınla onları xeyir dualandır. Onların əhatə dairəsini daha da genişləndir. Öz əlinlə hər birinin əlindən tut. Sən onları qoru ya Rəbb. Bütün çətinliklərdən onları sən çıxart. Bütün darlıqlardan onları sən genişliyə çıxart ya Rəbb. Onların ürəklərinə xeyir dua ver. Qoy ürəkləri hər zaman sənin sülhünlə dolu olsun.
Sənin sülhün onların ürəklərini qorusun ki, heç nəyin qeydinə qalmasınlar. Səndə hər şeyin həllini tapdığına əmin olsunlar. Ya Rəbb, sən bir şeydən də buna heç kim əngəl ola bilmir. Sən verdiyini heç kim ala bilmir. Sən xeyir dua verdikdə onu heç kim geri qaytara bilməz. Öz məhəbbətini hər bir bacı qardaşımın ürəyinə tök, ya Rəbb, müqəddəs ruhunla. Hər bir bacı qardaşımızı məhz et, ya Rəbb. Müqəddəs ruhunla doldur. Onları yeni yağ ilə məhz et, təzə yağ ilə məhz et. Hər biri səndə yenilənsin, təzələnsin, güclənsin, qüvvətlənsin, şəfa alsın və ayağa qalxsın. Onlara təzə şərab ver, yepyeni sevinclər ver onlara, ya Rəbb. Bütün həyatlarını, Rəbbim, səndən istəyirəm, hər biri üçün yepyeni sevinclər istəyirəm. Yepyeni sevinclər, yeni ilahilər ver, ya Rəbb, onların ürəklərinə. Qoy sənə yeni ilahilər oxusunlar. Onların ətrafını, ya Rəbb, şəhadət bürüsün bütün həyatlarına. Hər şeydə şəhadət gətirsinlər. Rəbb mənim üçün bunu etdi, bunları da edəcək deyə. Mütləq edəcək. Onlara məhəbbətini elə göstər ki, tamamilə sənə arxalansınlar. Heç bir çətinliyə baxmadan. Ya Rəbb, heç bir vəziyyətə baxmadan, yalnız sənə baxaraq. Mənim Allahım çox güclüdür. Mənim Allahım məhəbbət doludur. O mənim atamdır. Ya Rəbb, tamamilə sənə arxalansınlar. Çünki sən məhəbbətsən və sən bunu istəyirsən bizdən. Sən bizdən iman istəyirsən, ya Rəbb. Sən imandan razı qalırsan. Bizə o imanı ver, Rəbbim. Səni razı salan iman. Və zəif iman deyil, güclü iman. Rəbbim, sənin iradənə uyğun nə diləsək bunu bizə verirsən. Sənə minnətdaram ki, sən bizə iman ənamı verirsən, yepyeni sevinclər verirsən. Bizi yeni yağ ilə, təzə yağ ilə məhz edirsən. Dilimizə yeni nəğmələr qoyursan. Sənə təşəkkür edirəm, səni ucaldıram, sənə minnətdaram. Ya Rəbb, minnətdaram sənə. Hər bir bacılarımızın, qardaşlarımızın, ya Rəbb, çadırlarından, evlərindən zəfər nidası yüksəlir. Çünki onlar səndə salihdir. Onların doğruluğu sənsən, ya Rəbb. Və yazılıb salihlərin çadırından zəfər nidası yüksəlir. Sənə minnətdaram ki, onların çadırından zəfər nidası yüksəlir. Ya Rəbb, sənə minnətdaram ki, sənin sağ əlin qüdrətli işlər göstərir. Ya Rəbb, sənin sağ əlin əzəmətlidir. Sənin sağ əlin qüdrətli işlər göstərir. Sənə təşəkkür edirəm, İsa, səni ucaldıram. Sənə minnətdaram. Bugün bacılarımız, qardaşlarımız sənə nə ilə gəliblərsə, hansı ehtiyaclarla gəliblərsə, ya Rəbb, onlarla imanımı birləşdirirəm və səndə həllini tapdığı üçün sənə minnətdaram. Qoy bütün o problemlər səndə həllini tapsın ən yaxşı şəkildə. Qoy bütün o arzu və istəklər sənin iradənə uyğun olsun, ya Rəbb. Sənin iradənə uyğun olaraq gerçəkləşsin. Sənin xeyir duaların altında. Rəbbim, çətin işlərdə işləyən bacılarımıza sən xeyir dua ver. Ya Rəbb, sən onları o yerlərdən
çıxartmağa qadirsən. O çətinliklərdən çıxartmağa qadirsən. Çünki yaşamamız üçün lazımi cəzanı çəkdin. O cəzanı sən çəkdin ki, biz əmin-amanlıq içərisində yaşayaq. Qoy onlar əmin-amanlıq içərisində yaşasınlar. Qoy onlar rəfah içində yaşasınlar. Sən bizə görə o tikanlı tacı başına qoydun ki, Rəbbim, buna razı oldun ki, bizi o yoxsulluqdan qurtarasan. Sən bizə görə yoxsul oldun ki, biz zəngin olaq. Rəbbim, qoy bizim düşüncələrimizdə, bizim həyatımızda yoxsulluqdan tamamilə azad olsun. Biz səndəki o zənginlik içərisində yaşayaq. Hər şey üçün sənə şükür edirik, Rəbbim. Kim hansı vəziyyətdədirsə, o vəziyyətlər üzərində səni ucaldırıq ki, sən qadirsən, hər birini o çətinliklərdən çıxartmağa qadirsən. Qoy sənin xeyir duaların onların həyatına yağış kimi yağsın ki, onlar tamamilə bolluq içərisində yaşasınlar, rəfahlıq içərisində yaşasınlar. Onların bütün yaşamı, onların eləcə də canı rəfah içində olsun. İsa Məsihin adı ilə istəyirəm, ata. Sənə təşəkkür edirəm, sənə minnətdaram. Hər zaman bizimlə olduğun üçün sənə minnətdaram. Bizi eşitdiyin üçün, dualarımıza cavab verdiyin üçün sənə təşəkkür edirəm, İsa. Səni ucaldıram, Rəbbim, qüdrətlim. Sənə minnətdaram. Şan, şöhrət, izzət, qüdrət əbədi olaraq sənindir. Alqış, izzət sənindir, Rəbbim. Sənə şükür olsun, sənə həmd olsun. Halleluya. Amin. Amin.